Yazlıq xiyar və pomidor 3, 4, hətta 10 dəfə ucuzlaşıb. Prosesin yaxın 1-2 ay ərzində davam edəcəyi bildirilir. Bərdədən hazırlanan süjet izləyək. Bu il Bərdə rayonunda yazlıq xiyar və pomidor ötən ilə nisbətən çox əkilib. Səbəb keçən il bu sahə ilə məşğul olan fermerlərin yüksək gəlir götürmələridir. Bu il sahələrdə məhsuldarlıq da yüksəkdir. Məhsuldarlığımız yaxşıdır, pis deyil. Keçənkindən yaxşıdır bu il. Prosto bu illəri biraz hava şəraiti, iqlim biraz soyuqlar keçdiyinə görə aprel ayı məhsulumuz biraz bəlkə sonar oldu. İldə bu vaxtı məhsul bir hardasa 10 gün, 15 gün bundan qabaq çıxırdı. Bu illəri biraz sonara düşdü. Fermerlər deyirlər ki, martın 1-ci 10 günlüyündə əkin aparılan sahələrdən mayın əvvəllərində xiyar məhsulunun yığımına başlayıblar. O zaman xiyarın 1 kiloqramını 1 manata satan fermerlər hazırda qiymətin 10 qəpiyə endiyini deyirlər. Aprelin 1-ci 10 günlüyündə əkilən yazlıq pomidor bitkisi isə iyunun əvvəlindən məhsul verməyə başlayıb. Bu səbəbdən də əvvəl bu məhsulun 1 kiloqramı 1 manat 50 qəpik, 2 manat aralığında satılırdısa, indi bu göstərici 50-70 qəpiyə düşüb. Fermerlər bu il tərəvəz sahələrində xəstəliyə də rast gəlinmədiyini deyirlər. Buna baxmayaraq zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Göydaşdan istifadə edirik, bordo məhsulundan istifadə edirik. Bir də yenə dediyim kimi şirəpit düşərsə, bu mənənə düşərsə, soğan qabığından, suyundan istifadə edirik onu. Fermerlər bildirirlər ki, sahələrdən yazlıq xiyarın yığımı iyunun, pomidorun toplanması isə iyulun sonlarına dək davam edəcək. Elmir Həsənov, Sənan Səlimov, Bərdə.